Altay Məmmədov Fəxriyyənin arzusu hekayə. Fəxriyyə ədəbiyyat kabinetində Süsənlə görüşərkən ilk sualı bu oldu. Ay qız, eşitmişəm, çəkibəlçiyə nişanlanmısan, düzdürmü? Süsən azca qızardı. Düzdür. Nə olar ki? Fəxriyyə təəccüblə çiyinlərini atdı. Necə nə olar Süsən? Bəlkə atan-anan səni məcbur edir. Bəlkə oğlan qohumundur. Əgər belədirsə Süsəncan, avamlıq və köhnəlik zəncirini qır, cəsarətlə onu rədd et. Sən evdə Nizamidən, Puşkindən, tarixdən, fəlsəfədən söhbət açacaqsan. O isə xətrinə dəyməsin, ayaqqabıdan, qəlibdən danışacaq. Süsən acı-acı gülümsündü. Sən dərslərini bilmədiyin kimi həyatı da bilmirsən. Mənmi? Fəxriyyə acıqlanmışdı, özünü təhqir olunmuş hesab edirdi. Süsən asta, lakin qəti səslə dedi. Bəli, sən. Cavab verməyə söz tapmayan Fəxriyyə biraz duruxdu. Sonra kabinetdən çıxdı. Onlar Dil Ədəbiyyat Fakültəsinin 2-ci kursunda oxuyurdular. Yaz imtahanlarını verdilər. Süsən şəhərdə qaldı, Fəxriyyə putyovka alıb Hacıkənd istirahət evinə getdi. Buz kimi bulaqlar, yaşıl çətirli təpələr, nəhayətsiz meşələr, quşların şən nəğmələri, səfalı bir yerdə tikilmiş istirahət evi Fəxriyyənin ürəyini açırdı. Bir həftənin içində yanaqları Hacıkənd moruğu kimi qızardı. Vaxtında yeyir, gəzir, yatır, axşamlar isə rəqs meydançasına gəlirdi. Lakin özünə münasib oğlan seçmədiyi üçün hələ rəqs etməmişdi. 3 gecə keçdi. 4-cü gecə rəqs meydanında cavan bir oğlan gördü. Ağzolaqlı, sürməyi kostyum geymişdi. Köynəyi açıq mavi, kiçik düyünlü qalstuku kostyumunun rəngində idi. Şalvarı elə ütülənmişdi ki, qatlanmış kağız kimi şax dururdu. Bir sözlə, o Fəxriyyənin hər gün gördüyü və tələbə zənn etdiyi adi oğlanlardan biri idi. Amma necə də rəqs edirdi, bir mən tərəfə gələydi deyə Fəxriyyə düşündü. Amma oğlan sanki Fəxriyyəni qəsdən nəzərdən qaçırırdı. O başqa qızlarla rəqs edirdi, Fəxriyyə də hirslə ona baxırdı. Məni də dəvət edər deyə ümidini üzmürdü. İstirahət evinin zəngi çalındı, Fəxriyyə diksindi. Heç bir şeyi vecinə almadan qoz ağacından asılmış zəngi əlindəki ağır dəmirlə aramsız döyəçləyən qoca kişiyə tərs-tərs baxdı. İstirahət evinin nə möhkəm qaydaları varmış, məgər indidən də yatmaq olar? Fəxriyyə deyinə-deyinə öz otağına getdi. Otaqda ondan başqa 3 qadın olurdu. Onlar lətifə söyləyib gülüşürdülər. Fəxriyyə bir söz demədən yatağına uzandı. Ancaq yata bilmədi. O gah sağ, gah da sol böyrü üstə çevrilirdi. Nəhayət yuxuya getdi. Ertəsi gün səhər Fəxriyyə əl üzünü yumağa gedəndə həmin oğlan turnikdə məşq edirdi. Səhər yeməyindən sonra Fəxriyyə onu həyətdə gördü. Oğlan yaşıl otların üstündə qoca bir kişi ilə nərd atırdı. Bir az sonra Fəxriyyə onu eynəkli bir oğlanla şahmat oynayan gördü. Bir gün də keçdi. Qaranlıq çökmüşdü. Rəqs meydançası çıraqbandı. İstirahət edənlərin çoxu buradaydı. Qısa boylu kök akordeonçu şövqlə amur ləpələri valsını çalmağa başladı. Bu hava Fəxriyyəyə bir neçə il əvvəli xatırladırdı. O rəqs etməyi bu valsın ahəngi altında öyrənmişdi. Özünü elə yüngül hiss edirdi ki, hamıdan əvvəl çıxıb süzmək istəyirdi. Budur, oğlan da gəldi. Ətrafı gözdən keçirdi və düz Fəxriyyəyə doğru yeridi. Fəxriyyənin həyəcandan ürəyi köksünə sığışmırdı. O bu dəqiqə nə qədər gözləmişdi. Bugün rəqs meydanına gəlməzdən əvvəl yarım saata qədər güzgü qabağında dayanıb özünə sığal vermişdi. Oğlanın təklif etməsi ilə Fəxriyyənin ayağa durması bir oldu. Fırlanmağa başladılar. Fəxriyyə özünü kəpənək kimi yüngül hiss edirdi. O gecə oğlan bir neçə dəfə Fəxriyyəni rəqsə dəvət etdi. Şirin dəqiqələr sürətlə ötüb keçirdi. Fəxriyyənin xəyalı uzaqlardaydı. O sanki rəqs etmir, yelləncəkdə uçurdu. Gözlənilmədən çalınan zəng səsi elə bil bıçaq kimi yelləncəyin ipini qırdı. Fəxriyyə bir anda xəyallardan ayıldı. Onlar ayrıldılar. O heç oğlanın adını da öyrənə bilməmişdi. Fəxriyyə rahat idi, lakin nədənsə yenə yuxusu gəlmirdi. Niyə yata bilmirəm? Yoxsa vurulmuşam, ola bilməz. Necə də gözəl oğlandır. Yəqin universitetdə oxuyur. Nə qədər nəzakətlidir. Oğlanın sifəti onun gözləri önündən çəkilmirdi. Deyəsən onu sevirəm. O da məni sevsəydi. Süsənə necə acıq verərdim. Deyərdim, bax gör, kim həyatı bilmir.
Gündüz saat 12 olardı, Fəxriyə pəncərədən boylandı. Həmin oğlan şose yolunda pioner düşərgəsinin uşaqları ilə söhbət edir, əlindəki durbini onlara verib uzaqları göstərirdi. Fəxriyə otaqdan çıxıb sürətlə aşağı düşdü. Durbin istəyəcəyəm deyə öz-özünə fikirləşdi. Oğlan ona xoş təbəssümlə salam verdi. Fəxriyə oğlanın salamını alıb soruşdu. Sizin durbinlə baxmaq olar? Niyə olmur? Buyurun. Fəxriyə durbini alıb şəhərə tərəf baxdı. Boy, bizim Kirabat nə balaca imiş. Sizin gördüyünüz Kirabat deyil, xanlardır. Biraz uzağa baxın. Fəxriyə oğlanın göstərdiyi səmtə baxdı. Doğrudan da şəhər necə böyükdür. O durbini oğlana qaytardı. Çox sağ olun, dəyməz. Siz buralara yaxşı bələdsiniz? Biraz. Gözəl bulağı tanıyırsınızmı? Mən oranı görmək istəyirəm, amma yolunu tanımıram. Əslində isə Fəxriyə gözəl bulağın yolunu çox gözəl tanıyırdı. Mən sizə göstərə bilərəm. Oğlan gicitkenlərin arasına baxdı, gözü ilə axtardığı cığırı tapdı. Arxamca gəlin, dedi. Onlar üzü aşağı xeyli getdilər, ikisi də susurdu. Nəhayət Fəxriyə dilləndi. Siz yəqin ki oxuyursunuz? Əlbəttə, indi oxumamaq olarmı? Harada oxuyursunuz? Xalq Təsərrüfatı Universitetində. Oranı bitirən yəqin ticarət işçisi olur deyə Fəxriyə düşündü. Heç adınızı da soruşmadım. Adım Sadıqdır. Çatdıq deyə oğlan dərənin dibindəki bulağı göstərdi. Onlar bulağı indilər. Fəxriyə istər-istəməz əyildi, ovuçlarını buz kimi soyuq su ilə doldurub bir-iki qurtum içdi. Geri qaydanda yoxuşa çıxmalı idilər. Fəxriyə ağır-ağır addımlayırdı. Oğlana, icazə verin qolunuzdan tutum, dedi. Oğlan gülümsündü. Fəxriyə onun qolundan yapışdı. Siz ədəbiyyatı sevirsinizmi? Bəli. Qısqancsınızmı? Oğlan bu qeyri-adi sualdan təəccübləndi. Bilmirəm, sınamamışam. Amma deyirlər ki, qısqanclıq murdar xüsusiyyətdir. Fəxriyə ona çoxlu sual vermək istəyirdi. Birdən ayağı quru bir kötüyə ilişdi, sənədələdi. Yaxşı ki, qolunuzdan tutmuşam, yoxsa yıxılacaqdım. Az qaldı ayaqqabımın tabanı qopsun. Onun zərəri yoxdur, qopar düzəldərik. Elə bil Fəxriyənin başına çəkic vurdular. Qulaqlarına inanmadı. Necə dediniz, siz ayaqqabı da düzəldə bilirsiniz? Əlbəttə, elə sənətim çəkməçilikdir. Fəxriyə onun qolunu buraxdı. Axı dediniz ki, universitetdə oxuyursunuz. Bəli, gündüzlər ayaqqabı təmir emalatxanasında işləyirəm. Axşamlar da Xalq Təsərrüfatı Universitetində oxuyuram. Fəxriyə sanki donmuşdu. O gözlərini Sadığın mehriban və cazibədar sifətindən çəkə bilmirdi. Bəlkə Süsənin nişanlısı elə budur?